Bildiyiniz kimi 25 il prezident administrasiyasına rəhbərlik edən Ramiz Mehdiyev barəsində 4 aylıq ev dustaqlığı tədbiri seçilib. Onun ittiham olunduğu maddələr xüsusilə ağır cinayətlər sayılır. Belə ki, Mehdiyev Cinayət Məcəlləsinin 274 dövlətə xəyanət, 278 hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama və 193 birinci cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin legallaşdırılması maddələri ilə ittiham olunur. Məsələ budur ki, həbsinin ardınca bugün həm sosial şəbəkələrdə, həm də ictimaiyyət arasında hədyan və bəzi artıq məqamlara da toxunurlar. Biz isə Ramiz Mehdiyevin ictimaiyyət üçün maraqlı olduğunu düşünərək bir jurnalist araşdırması təqdim edirik. Verilişimizə biz Ramiz Mehdiyevin dosyası barədə qısa məlumat verməklə başlayacağıq. Davamında isə onun ailəsi, övladları və şəxsi informasiyalar üzərindən davam edəcəyik. Ramiz Ənvəroğlu Mehdiyev 17 aprel 1938-ci ildə Bakıda doğulub. 1957-ci ildə 19 yaşında Bakı Dənizçilik Məktəbini bitirib və Xəzər Neft Donanma İdarəsində gəmilərdə maşinist işləyib. 1961-ci ildə gəmi maşinisti işləyən Ramiz Mehdiyev təhsil almaq üçün sənədlərini Kirov adını daşıyan Azərbaycan Dövlət Universitetinə, indiki Bakı Dövlət Universitetinə verir və Tarix fakültəsinə daxil olur. 1965-ci ildə ali təhsilini başa vuran Mehdiyev Lenin Komsomolu Gənclər İttifaqında təlimatçı vəzifəsində işləməyə başlayır. Ramiz Mehdiyev 1965-1967-ci illərdə Naxçıvan Komsomol Vilayət Komitəsinin ikinci katibi olur. O 1968-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetinin Fəlsəfə fakültəsinin aspiranturasına daxil olur. 10 ilə yaxın Rusiyanın elitar elm ocağında elm sahəsində işləyir. 1977-ci ildə Moskva Dövlət Universitetinin Elmi Şurasının iclasında fəlsəfə elmləri namizədi elmi dərəcəsi almaq üçün yazdığı dissertasiyasını müdafiə edir. Bundan sonra Mehdiyev Azərbaycana qayıdır. 1972-ci ildə vaxtilə oxuduğu ali məktəbdə işə düzəlir. Azərbaycan Dövlət Universitetinin Elmi Kommunizm kafedrasında əvvəlcə müəllim, sonra baş müəllim vəzifəsində işləyir. Kommunist Partiyasının üzvü olan Mehdiyev yaxşı kadr kimi tezliklə partiya rəhbərliyinin diqqətini cəlb edir. Ümummilli lider Heydər Əliyev o zaman birinci katib olduğu Kommunist Partiyasının mərkəzi komitəsi Ramiz Mehdiyevin elmi fəaliyyətini partiya işinə cəlb etməyi qərara alır. O 1974-cü ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin aparatında təbliğat təşviqat şöbəsində mühazirəçi qismində cəlb olunur. 2 il sonra 1976-cı ildə Mərkəzi Komitənin elm və təhsil müəssisələri şöbəsinə müdir təsdiq olunur. Onun həyat yoldaşı Galina Mehdiyevadır. 2 övladı var, Teymur Mehdiyev və Kəmalə Mehdiyeva. Övladları, ailəsi və digər şəxsi məqamlarla bağlı az sonra məlumat verəcəyik. Ramiz Mehdiyevin şəxsi dosyası bitən kimi. Ramiz Mehdiyev 1978-ci ildə Bakının ən böyük və strateji rayonu olan 26 Bakı komissarı, indiki Səbail rayon komitəsinin birinci katibi təyin olunur. 2 il burada işlədikdən sonra Mehdiyev yenidən mərkəzi komitəyə qayıdır. 1980-ci ilin iyununda elm və təhsil şöbəsinə müdir təyin olunur. 1981-ci ilin yanvarında onu partiyanın ideoloji işinin təşkil edən ən mühüm posta Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təşkilati partiya işi şöbəsinə müdir təyin ediblər. 1980-90-cı illərdə 2 çağırış Azərbaycan Ali Sovetinin deputatı olur. 1988-ci ildə SSR prezidenti Qarbaçovun Azərbaycana Əbdürrəhman Vəzirovun timsalında təyin etdiyi yeni rəhbərlik ölkədə kadr dəyişikliyi edir və qeyd olunur ki, Ramiz Mehdiyev də həmin müddətdə Milli Elmlər Akademiyasına gəlir və 1988-ci ilin iyunundan Azərbaycan Milli Elmlər Akademiyasının İctimai Siyasi Tədqiqatlar və İnformasiya İnstitutuna şöbə müdürü təyin olunur. 1993-cü ildən fəlsəfə elmləri doktorudur.
93-cü ildə Azərbaycanda yenidən hakimiyyətə qayıdan Heydər Əliyev 1994-cü ilin fevralında Ramiz Mehdiyevi prezident aparatının şöbə müdürü, 1995-ci ilin fevralında isə prezident aparatının rəhbəri təyin edir. Ramiz Mehdiyev 1995-ci ildən düz 2019-cu ilə qədər, yəni 24 il Azərbaycan Respublikası Prezidentinin administrasiyasının rəhbəri, 2019-cu ildən isə Milli Elmlər Akademiyasının prezidenti olur. 2022-ci ildə bu vəzifəsi də sona çatır. 2007-ci ildə Milli Elmlər Akademiyasının həqiqi üzvü akademik seçilir. Azərbaycan Respublikasının prezidenti yanında Əfv Məsələləri Komissiyasının sədri olub. 17 aprel 2008-ci ildə 70 illik yubileyi ilə bağlı Prezident İlham Əliyevin fərmanı ilə İstiqlal ordeni ilə təltif olunub. 2013-cü ildə Şərəf ordeni, 2018-ci ildə Şöhrət ordeni, 2019-cu ildə isə Heydər Əliyev ordeni ilə təltif olunub. Oğlu Teymur Mehdiyev 2004-cü ildən 2014-cü ilə qədər Azərbaycan Respublikasının Gənclər İdman və Turizm Nazirinin, strukturun adı dəyişdikdən sonra isə Mədəniyyət və Turizm Nazirinin müavini olub. 2014-cü ildən bu günə qədər isə Fövqəladə Hallar Nazirinin müavinidir. Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyev kəskin pandemiya dövründə övladına toy etdiyinə görə 15 gün həbs edilmişdi. Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva Bank BTB Açıq Səhmdar Cəmiyyətinin əsas səhm sahibidir, 75%. Yəni bank kapitalının 50 milyon manatı onundur. Nigar Mehdiyeva Bank BTB Açıq Səhmdar Cəmiyyəti həm də BTB Leasing ASC və BTB Kapital İnvestisiya Şirkəti Açıq Səhmdar Cəmiyyətlərinin təsisçisidir. Axarazın məlumatına görə Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva eyni zamanda 2008-ci il tarixdə dövlət qeydiyyatına alınmış Digital Media MMC-nin təsisçilərindəndir. Qeyd edək ki, həmin şirkət Media FM radiosunun da sahibidir. Əziz tamaşaçılar, Azərbaycan tarixində atılmış 5 ən yanlış addım kitabı artıq yenidən nəşr olunub və bizdən bu kitabı soruşan şəxslərə, tamaşaçılara özümüzü tutaraq kitabı yenidən təqdim edirik. Qeyd edək ki, kitabda Azərbaycanı rəhbərlik etmiş şəxslərin, hökmdarların buraxdığı səhvlərdən danışılır. Bu səhvlər olmasaydı, yəqin ki, bizim bugünkü həyatımız tamam başqa olacaqdı. Kitabı almaq istəyən şəxslər aşağıda qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərlər. Ramiz Mehdiyevin həbsindən sonra bir sıra ictimaiyyət nümayəndələri iddia edir ki, bu həbslərin davamı da gələ bilər. İddialarda qeyd olunur ki, onun ittiham olunduğu maddələr adətən tək başına atılan addımlardan yaranmır. Bu kimi cinayətlər komanda tərəfindən həyata keçirilir.